Hər vaxtınız xeyir olsun. Yurd FM-in dəyərli və sevimli dinləyiciləri. Siz 90.7 FM-də Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Studiyada Türkan Hüseynzadədir. Bugünkü qonağımsa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, prezident mükafatçısı, əməkdar artist İlham Nəzərovdur. Xoş gəlmisiniz İlham bəy. Xoş gördük sizləri. Təşəkkür edirəm dəvətiniz üçün. Var olun. Say bitmir. O qədər titullarınız var ki, həqiqətən də mənə də çox xoşdur ki, belə bir qonağım var bugün. Çox sağ olun, çox sağ olun. Minnətdaram. Gəlin ilk növbədə İlham bəy başlayaq. Bax, siz Azərbaycanda adını ehtimal ki, düz deyəcəm, kontratenor səs tembirinə malik ilk və yeganə opera ifaçısısınız. Bu barədə danışarıq. Amma ilk növbədə bizə bir məlumat verin. Nədir bu kontratenor? Kontratenor deməli bilirsiniz ki, 16-cı, 17-ci əsrlərdə barokko dövründə ifaçılar olublar, kişi ifaçılar, hansılar ki, yüksək tesiturada ifa edə biliblər, qadınlara məxsus yüksək tesiturada ifa edə biliblər və o zaman bu əgər əməliyyat bahasına başa gəlirdisə, daha sonra 20-ci əsrdən artıq 19-cu əsrdən Alfred Deller meydana gəlir və bu ifaçı texnika vasitəsilə bu səs imkanlarını əldə edir. Və o zamandan bu zamana kontratenor ifaçılığı inkişaf edir. Bu kontratenor ifaçılığı falsetin xüsusi texnika ilə və nəfəsin yönləndirilməsi ilə ifasıdır. Biz bir çox estrada ifaçılarında falset səsdən istifadəni eşidirik. Bəli. Lakin o mikrofonun sayəsində səslənə bilər. Ancaq böyük opera teatrlarında o səslənməyəcək. Kontratenor ifaçıları isə ona görə kontratenor adlandırırlar ki, kontratenor ifaçıları böyük səhnələrdə səslənən zaman eşidilir və bu da bütün bunlar da texnikanın nəticəsindədir. Ümumiyyətlə, bax, bunun çətinlikləri nələrdir? Hər hansı bir çətinliklə... Çox çətinliyi var. Baxın, birincisi, siz bunu mənə sualı mənə verirsiniz, şəxsimə, yoxsa bütün kontratenor ifaçıları? Sırf sizə verir. Siz mənə verirsinizsə. Birincisi, Azərbaycanda bazı bariton səsinə malik ifaçının, yəni artıq baz bariton kimi tanınmış ifaçının, opera ifaçısının kontratenor səs tembri ilə ifa eləməsi insanlar tərəfindən bir mənalı qarşılanmırdı. 2011-ci ildə mən kontratenor səs tembri ilə ifa etməyə başlamışam və hətta musiqiçilər, xalq artistləri tərəfindən qəbul edilmirdi. İstər Azərbaycan musiqisinin ifasında, istər xarici, onlar onu qəbul edə bilmirdilər ki, bir bəyin ifa etdiyi zaman yüksək tesiturada səslənir. Amma bu möhtəşəm bir şeydir, bu qabiliyyətdir yəni. Bilirsiniz, bu bir tərəfdən insanın, biz kişini qalın səslə görürük, xanımın incə səslə görürük və birdən bir bəyin yüksək tesiturada ifasını eşitdiyimiz zaman əlbəttə ki, bizim o qədər biliyimiz və dünya görüşümüz olmalıdır ki, biz onu qəbul edə bilək, biz onun dəyərini verə bilək. Və bu dünya görüş təəssüflər olsun ki, hər kəsə məxsus deyil. Və bunun nəticəsində hər kəsdə bunun dəyərini və qiymətini verə bilmir. Əlbəttə ki, bu çətinliklər oldu. O çətinlikləri %70%-ni artıq aşmışıq, keçmişik. Artıq 14 ildir ki, kontratenor kimi ifa edirəm və 56 partiya ifa eləmişəm. Bunların arasında bariton da var və əsasən kontratenor səs tembri ilə dünyanın müxtəlif ölkələrində, müxtəlif opera teatrlarında və öz Azərbaycan Dövlət Akademik Opera Balet Teatrımızda da Kirubin obrazının partiyasını və Orfey Evridika, Gluk'un Orfey Evridika operasından Orfeyi səsləndirmişəm. Çox istəyərdim, arzu edərdim ki, Azərbaycanda da dünya səhnələrində ifa etdiyim kimi çoxlu barokko əsərləri ifa edim. Bilirsiniz, əslində mənim də yaşım ötür. Yəni 40 yaş artıq gənc deyil və yaş amansız, zaman amansızca bizimlə davranır. Və istərdim ki, bu anlarda mən Azərbaycanımızda da yeni operalarla çıxış edim və çox ümid edirəm ki, bu baş verəcək. Çünki bariton ifaçılarımız kifayət qədər var. Ancaq bizim opera ifaçı, kontratenorumuz yeganə bir nəfərdir və çox ümid edirəm ki, mən dəstəklənəcəm. Əlbəttə ki, dəstək hissini də görürəm, təşəkkür edirəm insanlara. Deməyim odur ki, psixoloji çox çətindir oldu.
Daha sonra texniki çox çətindir. Mən həm pedaqoji fəaliyyətlə məşğulam. Pedaqoji fəaliyyət o deməkdir ki, mən tələbələrə bariton səsli ifaçıları bariton ifaçısı kimi göstərməyə məcburiyyətindəyəm, təqdim etməyə məcburiyyətindəyəm əsərləri. Elmi araşdırmalar zamanı danışıq, həyat, məişət problemləri, bütün bu problemləri cəmləsə, əlbəttə ki, çox çətindir. Lakin insanı problemlər güclü edir. Ya məhv edir, ya güclü edir. Çox qəşəng sonlandırdınız. Təşəkkür Bu da mənə edirəm. əslində çox şey düşünməyə vadar eləyir. Bilmək istəyərdim, bax, məsələn, yaş məsələsinə toxundunuz. Yaşın bu kontratenor stabiliyini qoruma bir yaşı varmı, yoxsa heç bir dəxli yoxdur? Yəni, sona qədər bunu ifa eləmək mümkündürmü? Yaşın bütün səs tembrlərinə təsiri böyükdür. İncə səslər zaman getdikcə aşağıya doğru otururlar, belə demək olarsa, artıq yüksək tesiturada ifa etmək çətinləşməyə başlayır. Çünki insan belədir, yer çəkimi. Fikir verirsiniz də, yaşlandıqca bizim üzümüz, bizim dərimiz artıq o elastikliyini itirmiş olur. Yer çəkimidir və bu yerdə, bu dünyada nə qədər yaşayırsansa, o qədər səni özünə çəkir. Və əlbəttə ki, bu səsdə də belədir. Əlbəttə, bas bariton səs tembri ifaçıları üçün bu çox yaxşı bir haldır. Çünki onların səsi daha qalınlaşır. Lakin kontratenorlar üçün bu çox çətindir. Və ona görə mənim üçün çox önəmlidir ki, ən azı bu 10 il daxilində mən Azərbaycanımızda bir neçə partiya səsləndirim. Dünyada səsləndirdiyim İtaliya, Fransa, Almaniya və dünyanın bir çox ölkəsində operaları Azərbaycanımızda səsləndirim və çox böyük arzu, ümidlə gözləyirəm ki, bizim opera balet teatrımız təmirdən çıxsın inşallah, bitsin təmir məsələləri və biz öz teatrımızda ifa edək. Bilirsiniz, biz opera studiyasında hal-hazırda Akademik Musiqili Teatrda 9 fevral tarixində Orfey və Evridika olacaq, sizə dəvət edirəm. Nə gözəl. Bəli, çox istəyərdim ki, tamaşalarımız sayı çoxalsın və bilirsiniz ki, dünya səhnələrində, dünya opera teatrlarında hər səs var. Hər səs tembri yer almaqdadır və nə gözəl ki, Azərbaycanımızda da kontratenor səsi də opera səhnəsində deməli səslənir və çox arzu edərdim ki, partiyalarımızın sayı çoxalsın ki, insanları mədəniyyətimizin inkişafına bir töhfədir bu səs tembri. Həm də yenilikdir. Bəli, düşünün, Azərbaycan bəstəkarlarının əsərləri bu səslə səslənir. Siz YouTube və digər sosial şəbəkələrdə dinləsəniz, orada bir çox video deməli yazıları var. Mədəni yurdumuz. Sizin bioqrafiyanızı belə baxarkən, bütün qonaqlarımı əlbəttə ki, qonaq çağırmadan öncə bir maraqlı məqamları özümdə qeyd edirəm. Çox təəccübləndim. Əslində siz ilk dəfə xanəndə kimi başlamısınız. Hətta səhv eləmirəmsə, Ağaxan Abdullayevin tələbəsi olmusunuz. Biraz barədə məlumat verəsiniz. Necə daha sonra yönəldiniz? Mən Ağaxan müəllimin tələbəsi olmuşam, Allah onu rəhmət eləsin. Çox gözəl insan və müəllim idi. Bilirsiniz, mən Ağaxan müəllimin artıq şagirdi olanda bir neçə müddət sonra məndə səs dəyişimi başladı. Və diskant, uşaqlara məxsus diskant səs tembri birdən-birə baritona keçid elədi. Və əlbəttə ki, bariton səs tembri ilə də muğam və yüksək tesiturada ifa etmək çətinlik yaratmağa başladı. Və mən də bu anlarda da caz festivallar keçirilirdi və mən də orada iştirak elədim. Kəşf etdim ki, mən digər sferada daha verimli ola bilirəm və daha dövlətim üçün xeyirli ola bilərəm. Mən də onu seçdim. Yəni, amma nə yaxşı ki, mən Ağaxan müəllimin tələbəsi, şagirdi olmuşam Bülbül məktəbində və orada aldığım biliklər mənim Azərbaycan bəstəkarlarının əsərlərində, xalq mahnılarının ifasında mənim imdadıma çatır, köməyim olur. Çünki bilirsiniz ki, adətən akademik vokal ifaçıları Azərbaycan milizmlərini, zəngülələri, Azərbaycan mahnılarında xanəndələr kimi ifa edə bilmirlər. Bu, əlbəttə ki, əsərin ifasında onu körlüyür. Amma nə xoş ki mənə, və nə gözəl ki, Tanrı mənə həyatı belə deməli, belə bir qismət yazıb. Belə bir qismət yazıb ki, mən oradan başlamışam. Allah onu rəhmət eləsin.
Əzim, deməli, mənə maraqlıdır. İtaliyada bu kəşf etmək demişkən, İtaliyada siz böyük bir dövr keçirdiniz. İstəyirəm o barədə özünüz məlumat verəsiniz. Nələr baş verdi? Nə yeniliklər gördünüz orada? Mən öz dövlətimə, dövlət başçıma çox təşəkkür edirəm ki, mənə dəstək oldular və mən onların dəstəyi sayəsində İtaliyada təhsil aldım. Çünki mənim belə maddi imkanım yox idi, mən İtaliyada təhsil alım. Və İtaliyada təhsil mənə nə verdi? İtaliyada təhsil mənim dünya görüşümün inkişafına böyük təsir göstərdi. Birinci dərəcəli. Mənim həyata baxışım dəyişdi. Daha sonra birbaşa sən İtaliyada yəni mən sizə danışıram ən fundamental məsələləri. Birbaşa İtaliyada yaşayırsan və İtalyanlar necə düşünür, nədən xoşları gəlir, o havanı dadırsan və İtalyan müəllimlərdən, Alman əsirli müəllimlərdən, Fransız müəllimlərdən sən o ölkələrin əsərlərinin ifasını, bəstəkarların əsərlərini necə ifa etməsini öyrənirsən. Bu çox böyük təsir göstərdi və ilk dəfə mən təsadüfən oldu mənim kontratenor ifaçılıq, yəni kontratenor kimi ifam. Müəllim dinləyəndə onun sözü bu oldu. Sən dünyanın 3 ən yaxşı kontratenorlarından biri olacaqsan və müəllimim də sonraki müsabiqədə ki, yeri nəzərə alsaq, haqlı çıxdı. Bəli, və əslində mənə də hal-hazırdakı dövrdə, bu 40 yaşımda ən çox təsir edən məsələ zamanın getməsi və mən öz dövlətim üçün bir kontratenor kimi az verimli olmağım narahat edir. Çox istəyirəm onun üçün çoxlu tamaşalar olsun, məhz kontratenor kimi. Məhz dövlət dərbilərində məsəl üçün biz çıxış edirik, həm də kontratenor, həm bariton kimi, məhz kontratenor kimi çıxış etməyə çox istəyərdim. Çünki bu bir dəyərdir və bu sonra olmaya bilər. Bəlkə ikincisi olmaya bilər. Biz olandan yaxşı faydalanmalıyıq. Amma bu qədər, necə deyim, sıx bir qrafikin içərisində yenə də az verimli olmağı deyirsiniz. Amma məncə əslində heç işləriniz çoxdur, olduqca çoxdur. Amma ehtimal ki, burada nəsə bir çətinlik var ki, bunu deyirsiniz. Görəsən, bu kimin öhdəliyinə düşür? Daha çox bu işləri kimlər görməlidir? Teatr rəhbərləri mi, rejissorlar mı? Teatr rəhbərliyi əlindən gələni edir əslində. Teatr rəhbərliyi çox böyük dəstək olur. Bilirsiniz, bizim teatrımızın rəhbəri məşhur opera müğənnisidir, Yusif bəy Vazov. Və o əlindən gələni edir. İstər Yusif bəy, istər Ramil Qasımov, onun müavini. İkisi də vokal ifaçısıdır və nə gözəl ki, onlar vokal ifaçılardılar. Onlar bizi çox yaxşı anlayırlar əslində. Bilirsiniz, bu kompleks şəkildə olmalıdır. Biz anlayıram ki, biz remont, təmirdəyik və təmir zamanı çox imkan olmur məkan məsələsinə görə. Ancaq, məsəl üçün, mən düşünürəm ki, Nəzərov kimi çalışan ifaçını kontratenor kimi maksimal dərəcədə istifadə etmək lazımdır sözün yaxşı mənasında və ondan yararlanmaq lazımdır. Sonra yaş gedir və artıq Nəzərov 10 il sonra ola bilər ki, o Nəzərov olmayacaq. İzah edə bilirəm. Başa düşürəm. Yəni, mənə o narahat edir. Və ola bilər ki, ikinci Nəzərov da olmayacaq. Amma biz bundan yararlana bilərik, istifadə edə bilərik. Biz, məsəl üçün, mən müəllim kimi fəaliyyət göstərirəm Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında. Tələbələrlə münasibətdə mən çalışıram ki, hər tələbənin imkanlarından maksimal dərəcədə inkişaf elətdirmək və ondan yararlanmaq. Və ona izah etmək ki, bax, sən bacarıqlısan. Bütün qabiliyyətini və görünməyən tərəflərini üzə çıxarmaq. Bəli, sən Azərbaycanlısan və sən mənimsən, sənin inkişafın, sənin var olmağın mənim var olmağım deməkdir. Yəni, bu çox önəmli bir şeydir əslində. Biz hamımız onun fərqinə varsaq, möhtəşəm olar. Mədəni Yurdumuz. Yeri gəlmişkən, dəyərli dinləyicilər, bir daha xatırladım ki, siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. Bugünkü qonağımsa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, prezident mükafatçısı, əməkdar artist İlham Nəzərovdur. İlham bəy, obraz üzərində necə çalışırsınız? Obraz üzərində necə çalışıram? Bu fərqlidir. Azərbaycanda yoxsa xaricdə? Hər ikisini gəlin danışaq. Fərqlər nələr? Fərqlər nədən ibarətdir? Xaricdə bir tamaşanın hazırlanması çox uzun bir müddət aparır. Azərbaycanımızda isə biz çox
qısa bir müddətdə bunu hazırlamalı ola bilirik. Xaricdə hər detala daha dəqiqliyi ilə, çünki xaricdə digər sənin əməkdaşların, hansılar ki, səninlə bir səhnəyə çıxacaq, sənə imkan yaratmazlar. Sən əgər əsərdə hər hansısa bir hissənin mənasında, düzdür, mən İtalyanca danışıram, təmiz anlayıram. Biz təkcə İtalyan dilində oxumuruq, fransız dilində, alman dilində, rus dilində, ingilis dilində və sən bilməlisən, hər bir detalı bilməlisən, nə baş verir, nə üçün, rejissor, libretist nə demək istəyirdi. Ancaq bəzən səninlə bərabər əməkdaş, həmkarın ona riayət etməyəndə sən sanki yarımçıq qalırsan. Və bu bir məhəbbətə bənzəyir, bir tərəfli məhəbbət. Və bir tərəfli məhəbbət heç vaxt işıqlanmır və bir tərəfli məhəbbət heç vaxt çiçək açmır. Onu bir yerdə solur. Əlbəttə ki, çox arzu edərdim ki, indi çox sevinirəm ki, bizim belə əməkdaşlarımız var, onlar təhsil alıblar, onlar artıq oxuduqları əsərlərin mənalarını bilirlər, onlar o dövrü bilirlər, o dövrdə necə olur, libretist nə demək istəyir. Əlbəttə, o məni sevindirir. Deməliyəm ki, zaman keçdikcə belə insanlar çoxalmağa başlayır. Bu çox gözəl bir haldır. Bəli. Ümumiyyətlə sizə ən doğma gələn obraz hansıdır bəs? Hansı ki, o rolu oynayanda yaşayırsınız belə? Tam başqa bir yerdə. Çox qəribədir. İntizar operasından Yad Adam parçası. Niyə görəsən? Niyə məsələn? Baxın, həyatımı dəyişmiş bir parçadır. Yəni o intizarda Yad Adam obrazını canlandırandan sonra mənim üçün dünya səhnələrinə qapı açıldı. Mən İtaliyaya təhsilə göndərildim dövlətimiz tərəfindən. İntizar tamaşasında mən bir çox əməkdaşlarım, çiyindaşlarım tərəfindən o qədər sıxıldım ki, mən İlhamı kəşf etdim. Və o gün 2010-cu ildə kəşf etdiyim İlhamı bir daha buraxmamağa qərar verdim. Bu çox güclü bir ilham oldu. Artıq bütün zərbələrə sinə gələ bilən bir ilham oldu. Və İntizar operasını hər səsləndirdiyimdə o Yad Adam parçasını və oradakı o daxildə olan, bilirsiniz, bəzən nəyisə o vulkanın püskürməsi gərək olur. Çünki sən onu saxlaya bilmirsən və İntizar operasında Yad Adamın partiyası mənim üçün o püskürməyə imkan yaradan bir partiyadır və obrazdır. Və Yad Adamın sayəsində mən rahatlıq tapıram və çox sevinirəm o tamaşa səhnəyə qoyulanda. Yəni mənə rahatlıq bəxş edir. Mənim daxilimdəki belə deyək, çətinliyin bir anlıq həllini, bir anlıq rahatlanmasını sağlayır. Çox qəşəng təsvir elədiniz amma bunu. Bax, mənə maraqlıdır. Xarakter müqaviməti daşıyan hər hansı bir rol varmı ki, deyəsiniz ki, məsələn, bu rol çox çətindir, amma mən hər zaman bunun öhdəsindən gəlirəm? Yoxdur belə bir rol. Mən çox sevirəm. Baxın, bu yaxınlarda Elvis Presley'nin deməli musiqi nümunələrindən ibarət bir tamaşa oldu. Sən kralsan musiqili Azərbaycan Dövlət Akademik Musiqili Teatrda və mən baş qəhrəman Elvin parçasını səsləndirdim və ifa etdim. Elvin çox gənc oğlandır, 18 yaşında. Burada istər dramatik aktyor kimi özünü göstərməlisən, istər rock ifaçısı kimi özünü göstərməlisən. Düşünün, akademik vokal ifaçısı rock ifaçılığı ilə məşğul olur. Başqa bir əsərdə, konsertdə caz musiqi nümunələrinə müraciət edir. Başqa bir əsərdə o müasir bəstəkara müraciət edir. Və yəni olmayıb belə bir partiya, mən deyim ki, mənim obraz mənə çətinlik yaratsın. Mən sevirəm çətinliyi. Bəli. Belə ona görə də sizə heç biri çətin gəlmir. Mütləq yəni, şəkildə sevdiyim üçün çətin gəlmir. Mənim gücümə görə yox. Yəni mən çətinliyi sevirəm. Hansı rol oynamaq istərdiniz? Ürəyinizdə qalan bir rol varmı? Ürəyimdə qalan bir rol. Özümü oynamaq istəyərdim. Özümü oynamaq istəyərdim. Özünüzü oynamağınız üçün o zaman ssenari müəllifi də siz özünüz olmalısınız. Olmalıyam, bəli. Edəcəm Yəqin ki, belə bir fikriniz var edəcəm ki, bunu inşallah. deyirsiniz. Bəli, özümü oynamaq istəyərdim. Bəlkə biraz soruşun ümumiyyətlə o nə zaman ola bilər? Ola Yazmağa bilər bəlkə 10 il başlamısınız. sonra. Bir şeylərə başlamışam. Ola bilər ki 10 il sonra 50 yaşımda özümü oynamaq istərdim. Yəni
bilirsiniz, həyat zaman getdikcə anladım ki, insana özündən dəyərli heç kim yoxdur. Bəli. Biz çox dəyərliyik. Və bunun qədrini bilməliyik. Bəli, özümüzü sevməliyik. Birinci dərəcəli özümüzü sevməliyik. Sevməyə bacarmalıyıq. Özümə deyirəm ki, eşidim. Mədəni yurdumuz. İlham bəy, bax siz həm də elmi fəaliyyətlə məşğulsuz. Hansı ki, sənətşünaslıq üzrə fəlsəfə doktoru və pedaqoqsuz. Bəli. Fəaliyyətinizin bu sahəsi barədə ilk növbədə nələri deyərdiniz? Biraz dinləyicilərə barədə məlumat verək. Bəli, çox təşəkkür edirəm. Suallarınız çox gözəldir. Qeyd etmək istərdim ki, mənim kumirim Müslüm Maqamayevdir. Və mən səhnəyə 2000-ci ildə professional səhnəyə gələndə artıq 25 il keçir. Mən Müslüm Maqamayevin Azərbaycan, Nəbi Xəzrinin sözlərini yazdığı Baharlı Yurdum indi Azərbaycan mahnısı ilə gəlmişəm və Müslüm Maqamayevin yaradıcılığı, o sanki mənə bir işıq saçıb. Səhnəyə gəlmişəm, daha sonra bütün tədbirlərdə Azərbaycanlı ifa etmişəm, edirəm və daha sonra Müslüm Maqamayev 2016-cı ildə müsabiqəsinin qalibi oluram. Yenidən mənə həyatıma bir işıq saçır, yaşıl işıq yandırır və daha sonra 2021-ci ildə Müslüm Maqamayevin vokal ifaçılığı haqqında, onun istər opera, istər kamera, istər estrada deməli musiqi janrında olan musiqi nümunələrinin ifasını, istər öz bəstələdiyi əsərlərin ifaçılığı barədə, onun səs tembri, onun xüsusiyyətləri haqqında araşdırma apardım və o da mənə bir uğur gətirdi. Yəni həyatım boyu məni izləyir və mənə ancaq uğur bəxş edir. Mənə ancaq yaşıl işıq yandırır. Mən onu şəxsən heç görməmişəm. Və əlbəttə ki, mən bütün bunları nəzərə alaq düşündüm ki, bəli, mən Müslüm Maqamayev yaradıcılığını araşdırmalıyam və bu araşdırma onun yubileyinə bir hədiyyə olmalıdır. Və Allahın köməkliyi ilə müəllimim, mənim elmi rəhbərim Gülnaz Abdullazadə olub. Müəllimim və mənə dəstək olan dostlarımın köməkliyi ilə bilirsiniz, ədəbiyyatı axtarmaq, ədəbiyyatı tapmaq və heç bir elmi araşdırma olmayıb onun haqqında bu vaxta qədər. Məqalələr, onun haqqında çoxlu məqalələr var, lakin bunlar heç bir elmi dərəcədə araşdırılmamışdı. Və əlbəttə ki, böyük sevgi ilə mən bunu etdim və hal-hazırda da bu işlə məşğulam. Konferanslarda çıxış edirəm mütəmadi olaraq. Məqalələrim dünyanın müxtəlif ölkələrində deməli dərc edilir. Çox sevirəm. Bilirsiniz, elmi araşdırmalardan sonra mənim musiqiyə, mənim yaradıcılığa baxışım dəyişdi. Bəli. Ümumiyyətlə sizcə, həm də dediyim kimi elmi pedaqoqsuz, elmi nailiyyətləriniz var. Gənc insanlarda, ələxüsusla tələbələrdə bax, musiqi mədəniyyəti barədə nə düşünürsünüz? Sizcə hal-hazırda bax, musiqi mədəniyyətimiz nə səviyyədədir? Gənclərin musiqi zövqü necədir? Siz daha yaxşı görərsiniz bunu. Bilirsiniz, mən öz tələbələrimdən götürsəm, öz sinifimdəki tələbələrin çox akademik vokalı nə dərəcədə sevdiyini, klassik musiqi nümunələrini nə dərəcədə sevdiyini şahid oluram. Bəli. Və bununla bərabər mən bəzən onları sosial şəbəkələrdə izləyirəm. Mənim üçün maraqlı olur. Onlar dərsdən kənar hansı musiqi nümunələrini dinləyirlər. Mən görürəm ki, onlardan bəziləri mənim onlara tövsiyə etmədiyim musiqi nümunələrini də dinləyirlər. Hətta bəzən səsləndirirlər də. Və bu mən hətta onlarla söhbət edirəm ki, yəni bunun sizə nə vadar edir, nə üçün belə edirsiniz? Mən anlayıram ki, insanların zövqünü dəyişə bilmərik. Baxmayaraq ki, mən onlara çoxlu söhbət edirəm, bu barədə aşılayıram, musiqi nümunələrini biz bərabər dinləyirik, təhlil edirik. Yəni, yenə də onlar tövsiyə edilməyən musiqi nümunələrini dinləməkdədirlər. Lakin biz diqqətlə baxsaq həyata, biz anlayarıq ki, bizim tövsiyə etmədiyimiz o musiqi nümunələri bizim həyatda tövsiyə etmədiyimiz bəzi məsələlərlə uzlaşır. Yəni, biz həyatda kimlərisə hansısa bir əməli etməməyə tövsiyə edirik. Bəzən biz özümüz sonra o əməli edirik. Biz yanlış bildiyimiz bir şeyin içində olmuş oluruq. Və demək ki, həyat bizim gördüyümüz çərçivələrdən ibarət deyil. Biz heç kəsi çərçivəyə sala bilmərik. Həyat azaddır. İnsanları zorla, güclə, hansısa bir çərçivəyə sala bilərik. Ancaq bizim gücümüz, bizim kölgəmiz onun üzərindən çəkilən kimi o yenə öz yerini tutacaq. Demək ki,
bu yaşadığımız dövrdə və dünyada pis musiqi nümunəsi deyə bir şey yoxdur. Bəli. Demək ki, insana lazım olan vardır. Hər insana ona lazım olan musiqi nümunəsi, hər insanı ona lazım olan musiqi nümunəsi cəlb edir. Biz bilə bilmərik, sabah bizi hansı musiqi nümunəsi, hansı ki biz indi bəyənmirik, Bəli. cəlb edə biləcək. Bilmirəm, fikrimi izah edə bildim. Anlayıram sizi. Yəni, musiqi nümunəsinin yaxşı və pisi artıq bir neçə ildir ki, mən düşünürəm ki, artıq bunu belə ayırt etməməliyik. Bəli. Lazım olan, o anda ona nə lazımdır? İnsan ona lazım olanı istəyir. Bəli. İlham bəy, sizcə bir opera sənətçisi nələri bilməlidir? Azərbaycan tarixini, musiqisini nəzərdə tuturan. Siz Azərbaycanlı opera müğənnisindən danışırsınız. Bəli. Azərbaycanlı opera müğənnisi ilk olaraq Azərbaycan musiqisini, Azərbaycan musiqi mədəniyyətinin tarixini əla bilməsi gərəkdir. Azərbaycan vokal, məsəl üçün biz vokal ifaçılarından danışırıqsa, vokal ifaçılarının tarixini bilməsi gərəkdir. Nə üçün? Biz keçmişimizin dəyərini, qədrini bilməliyik ki, gələcəyimiz də bizi tanısın, bizi dəyərləndirsin. Biz kökü, o halqanı qırsaq, biz də qırılacağıq. Və yenə bizdən öncəki hansısa bir halqa var, hansısa bir bağlılıq varsa, biz boşluqda yoxa çıxacağıq. Bizdən sonraki də bizi qıracaq. Demək ki, biz keçmişimizi bilməliyik, keçmişimizə dəyər verməliyik, keçmişimizdə olan səhvləri, nöqsanları düzəltməliyik özümüz üçün, öz nümunəmizdə və keçmişimizdə olan müsbət xüsusiyyətləri təbliğ etməliyik, işıqlandırmalıyıq. Onların işıqlandırılması, onların təbliğatı, onların yüksəldilməsi gələcəkdə bizim var olmağımızı sağlayacaq, təməl yaradacaq. Və mən düşünürəm ki, bu bir, vokal ifaçısı dil bilməsi gərəkdir. Mütləq şəkildə, ən azı 2 dildə danışması gərəkdir. Vokal ifaçısı çox savadlı musiqiçi olmalıdır, çox savadlı olmalıdır. Vokal ifaçısı geniş dünya görüşünə malik olmalıdır. O zaman təkcə Azərbaycan musiqisini bilmək kifayət eləmir. Xeyr. Xeyr. Çünki Azərbaycan musiqisini bilməklə biz bir çərçivədə qala biləcəyik. Axı biz Azərbaycan musiqisini onun hüdudlarından kənarda təmsil etməyə bacarmalıyıq. Biz bunu etməyimiz üçün biz hüdudları da, çərçivələri qırmalıyıq ki, biz ora çıxa bilək və öz mədəniyyətimizi təmsil edə bilək. Bizim ora çıxmağımız üçün bizim dil bilgimiz vacibdir. Bizim onların musiqi nümunələrini bilməyimiz, dövrlərdə hansı ifaçılıq üslubları vacibdir bilməyimiz. Və bütün bunu bildikdən sonra mən bütün sizi tanıyıram və gəlirəm sizə qonaq deyirəm ki, mənim də belə bir nümunəm var, məni dinləyin. Və mən bilirəm ki, sizə hansı nümunə xoş gələcək. Mənim bunu bilməyim üçün sizi bilməyim gərəklidir. Budur. Hər şey əslində bir-birinə zəncirvarı olaraq bağlıdır. Mütləq şəkildə. Mədəni yurdumuz. İlham bəy, səhv eləmirəmsə, haqqınızda elmi məqalələr də mövcuddur, elmi yazılar da mövcuddur. Bu barədə biraz dinləyicilərimizə məlumat verək. 20-dən çox alimin, tədqiqatçının elmi işləri var. İstər Azərbaycanda dərc edilmiş, istər Azərbaycan hüdudlarından kənarda dərc edilmiş məqalələr var. Adlarını çəkə bilərəm, ancaq kimisə unudaram deyə onlara sadəcə təşəkkür edirəm. Və çox dəyərli alimlərin tədqiqat işləri var. Bir-bir onlara təşəkkür edirəm bu işlər üçün və istər səsin xüsusiyyətlərini, səsin işlək registri və keçiyən çox gözəl araşdırmalar var və bu məni xoşbəxt edir. Və qeyd etməliyəm mütləq şəkildə Gülnaz xanım Abdulazadənin tərtib etdiyi Sərhədsiz Səs kitabını, İlham Nəzərov Sərhədsiz Səs kitabı internet, deməli, Prezident kitabxanasında da biz onlayn şəkildə onu yükləyə bilirik və oxuya bilirik. Yəni ki, elmi yaradıcılığınız var o kitabın. Elmi yaradıcılığım, pedaqoji fəaliyyətim, opera ifaçılığım, estrada ifaçılığım haqqında, estrada janrında, daha sonra kamera musiqisinin ifaçılığım haqqında, Azərbaycan xalq musiqisinin mənim ifaçılığım haqqında, yəni ətraflı şəkildə məlumat var və
çox sevinirəm, yəni ki, belə bir iş var. Bir daha təşəkkür etmək istəyirəm zəhmət çəkən hər kəsə. Əsasən dostlarıma təşəkkür edirəm. Bilirsiniz, Bəli. bu həyatda dostluq çox vacibdir. Bəli. Və dostlarımız dostlarımız bizim qanadlarımızdır. Və arzu edirəm ki, bütün insanların onların ürəyincə onlara layiq dostları olsun. Bəli. İstəməzdim ki, layiq olmayan bir şəxsin gözəl dostu olsun. Çünki o əzab çəkər. Bəli, təbii ki. Bax, verilişin əvvəlində də bildirdim ki, siz Azərbaycanda kontratenor səs tembrinə malik ilk və yeganə opera sənətçisisiniz, ifaçısınız. Xarici səfərlərdə olarkən, Azərbaycan mədəniyyətini təbliğ eləyərkən digər bu səs tembrinə malik olan insanlarla görüşünüz olubmu və hal-hazırda dünyada bu səs tembrinə malik olan insanlar nə səviyyədədir, çoxdurmu? Çoxdurlar. Bilirsiniz, biz müsabiqədə iştirak eləmişdik. 3000-ə yaxın kontratenor var idi. Və kontratenor ifaçıları biraz fərqli olurlar. Qeyd etmək istərdim ki, mən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da bir tələbə yetişdirmişəm, kontratenor Tofiq Zeynalov. Təəssüf ki, çox geniş fəaliyyət göstərmir Tofiq. Çox xaricdə kontratenor ifaçıları çox var və çox qəribə, qəliz xarakterə malik oldular kontratenor ifaçıları. Bilirsiniz, o adətən sopranolar prima adlandırırlar. Birinci primalar, primadonna, birinci qadın. Və çox qəribədir, kontratenorlar özlərini primolar hesab eləyirlər. Maraqlı. Bəli. Və onlar o ambisiya, deyə bilərsiniz. bəli, çox yüksək olur. Ambisiya, bəli, çox yüksək olur. Və mən düşünürəm ki, maksimal dərəcədə onu öldürməyə çalışmışam. Maksimal dərəcədə çalışmışam. Hər nə qədər dərəcədə. Amma bu negativ bir şey deyil, yəni nə var ki? Bilirsiniz, onlarda daha çox olur. Yəni onlara yaxın düşmək olmaz. Dəyərli olanda bir səs dəyərli olanda, az olanda, o bir də ona dəyər veriləndə o başqa cür olur. Ona dəyər verilməyəndə başqa cür olur. O çiçəyə suyu tökürsən, gül açır. Tökmürsən, solur. Və yaxud çox tökürsən, solur. Onun dərəcəsi çox var və hal-hazırda da inkişaf etməkdədir. Bilirsiniz, hal-hazırda insanların düşüncəsi dəyişməyə başlayıb. İnsanların düşüncəsi ruhsal deməli düşüncəsi belə deyə dəyişməyə başlayıb. Onu bilmirəm, düz doğru mu vurğuladım, ruhsal düşüncə və bu dəyişdikcə kontratenorların sayı daha çox artmağa başlayacaq. Nə gözəl. Düşünürsünüzmü? Bəli. Mən düşünmürəm ki, insanların ruhsal düşüncəsi dəyişməyi çox gözəl tendensiyalarla bizi qarşı-qarşıya gətirəcək. Amma mənim sevindiyim məqamsa bu səs tembrinə malik olan insanların artmasıdır. Yaxşı ifaçılar artsın. Bəli. Yaxşı ifaçılar artsın. Yəni cılızlaşdırmasınlar bu səs tembrini və bu mədəniyyəti cılızlaşdırmasınlar. Yaxşı səviyyədə təmsil etsinlər. Bəli, o zaman çox sevinərəm. Yeri gəlmişkən, bax, təmsildən danışırıq. Planlarınız haqqında biraz danışaq. Bilirəm ki, hal-hazırda təmir gedir teatrda və təmirdən sonra inşallah ki, eyni qrafiklə davam edəcəksiniz. Amma bilmədiyimiz hər hansı bir planlarınız varmı bizlə bölüşəsiniz? Müsabiqələr ola bilər, xarici ölkələrdə təmsil ola bilər və s. Müsabiqələr, bilirsiniz, artıq 40 yaşından sonra, 35-dən sonra, bəzən 32-dən sonra bir vokal ifaçısının müsabiqələri bitmişdir. Müsabiqələr bir vokal ifaçısının səhnəyə qədəm qoyması və agentlər tərəfindən tanınması üçün vacibdir. Amma siz yeni insanlar yetişdirə bilərsiniz müsabiqələr. Yetişdiririk və qeyd etmək istərdim ki, bizim tələbələr Türkiyədə, Gürcüstanda keçirilən beynəlxalq müsabiqələrin laureatlarıdırlar. Birinci, ikinci, üçüncü yerlərlə təltif ediliblər. Və bu yaxınlarda Barokka müsabiqəsində tələbələrimiz Kənan Rəhmanzadə birinci yerlə layiq görüldü. Nuray İsmailova, Cavidan Babazadə, Pərvanə Sultanova laureat adını qazandılar və bugün onların təltif ediləcəklər saat 12-də. Bəli, çox xoşdur. Və ondan öncə Rafat Akişev adına Respublika müsabiqədə iştirak elədilər, laureat adını aldılar. Yetişdiririk. Mənim planlarım əlbəttə ki, hal-hazırda düşüncəm əsasən elmi fəaliyyətlə bağlıdır. Bəzi məqalə, araşdırmalar üzərində çalışıram.
onları inşallah yekunlaşdırmaq istəyirəm. Xaricdə tamaşalarım var Allahın köməyi ilə. Tamaşalar adətən məndə yay aylarında olur. Dövlətimizin təmsili ilə bağlı əsasən çalışıram. Dövlət tədbirlərinin çox iştirak etməyə çalışıram və əsasən barokko musiqisi, barokko dövrünü və ya kontratenor səs tembri ilə digər dövrlərin musiqi nümunələrini ifa etməyə çalışıram. Maksimal dərəcədə kontratenor səs tembrinin təbliğatı ilə məşğulam. Yaşatmağa çalışırsınız. Bəli. Çünki sizdən başqa hal-hazırda bunu yaşada biləcək. Bilirsiniz, biz müəyyən sizin sayənizdə məqalədən oxuya bilərik və s. Amma bir daha bunu vurğulamaq istəyirəm ki, bugünkü qonağım Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, sənətşünazlıq üzrə fəlsəfə doktoru, prezident mükafatçısı, əməkdar artist və kontratenor səs tembrinə malik ilk və yeganə opera ifaçımız İlham Nəzarova idi. Çox təşəkkür edirəm bugün Mən gəldiyiniz təşəkkür üçün. edirəm. Həqiqətən də mənim üçün çox maraqlı bir söhbət oldu. Ümid edirəm ki, sizin üçün də elədir. Uğurlar arzulayıram sizə. Eynən. Çox təşəkkür edirəm dəvətiniz üçün. İşləriniz avand olsun. Var olun. Təşəkkür edirəm. Çox sağ olun.